Daha bir işdə sizə yardımcı olmaq istəyirəm və sizi gələcək ziyanlardan qorumaq üçün bu videonu çəkdim. Dünən TikTok kanalında bir nəfər canlı açmışdı, özünü reklam edirdi. Baxdım bura, çox belə biraz dəhşətə gəldim ki, bura baxın, tək qat setkanın üstündə, çox güman ki, örgü ustasıdır. Bu işi tam bilmir ona görə. Tək qat armatur setkasının üstlərinə əllə qarışdırıb beton tökürdülər. Baxın, pləkəni də bu tək qat torla yığıb. Bu yol verilməzdi. Nəyə görə mərtəbə arası və mərtəbənin üstündə 2 qat armatur tor olur. Bunun izahı nədir? Deməli, üst armatur, üstdən gedən bu armaturlar, bax bu armaturlar, bunlar sıxılmaya işləyirlər. Alt armaturu isə dartılmaya işləyir. Sıxılma nədir? Yəni ki, baxın, ayağımı basıram bura. Görürsünüz sıxılma. Yuxarıdan aşağı təzyiq düşür və bu sıxılmaya işləmək nə deməkdir? O müqavimətin qarşısını alır. Alt armatur isə dartılmaya işləyir. O nə deməkdir? Yəni biz bunu basdıqda altdakı armatur aşağı doğru qarılır. Görürsünüz o kənarları istər-istəməz biraz qalxır yuxarı. Elə olduqda isə o dartılma qarşısını alır betonun içində. Və bu boşa armaturları tək qat armatur vurmaq mərtəbə arası yol verilməz bir işdir. Nəyə görə? Siz müəyyən müddət keçdikdən sonra görəcəksiniz ki, sizin döşəmənin tavanı yavaş-yavaş ortadan qarın verir, çökür aşağı. Tək qat armaturu yalnız elə bir kürsünü doldurduqdan sonra betonlamaq olar tək qat armaturda. Orada ikinci qatın rolunu, yəni aşağıdakı torpaq, sıxlaşdırılmış torpaq oynayır.